Allah şəhidlərimizə 1000 dəfə rəhmət eləsin. Şəhid ailələrinə Allah səbir versin. Qurban olaram şəhidlərimin torpağına. Sizdən çox xahiş edirəm. Baxın, şəhidlərimizin yolunu tutmağı bacaraq. Şəhidlərimizi qoruyaq, şəhidlərimizi anaq, şəhidlərimizi unutmayaq, unutturmayaq. Şəhidlərimizi gələcək nəsillərimizə gözəl aşılayaq. Baxın, bizim bu günləri əgər şəhidlərimiz qəlbimizdə varsa, gələcəkdə üzr istəyirəm. Bizim evladlarımızın da qəlbində o dərəcədə qalmalıdır. Ondan da artıq olmalıdır. Çünki biz gələcəyimizi bilmirik. Hansı gələcəyə gedirik, hansı planlar üzrə gedirik. Düzdürmü dostlar? Bu günlər biz bacardığımız qədər əgər şəhidlərimizi aşılasaq, gözəl təmsil etsək, sabahımıza doğru irəlilətsək, daha da gözəl olar. Bizim fikirlərimiz, bizim istəklərimiz, bizim danışdıqlarımız, bizim evlatlarımıza verdiyimiz tərbiyəmiz, yaşadıqlarımızı maarifləndirməyimiz yaxşı olar ki, evlatlarımızın gələcəyinə günəş kimi parıldasın. Allah evladlarımıza müharibə odun görsətməsin. Bizim necə ki, keçmiş nəsillərimiz bizə deyirdilər ki, siz müharibə görməmsiniz, biz bugün müharibəni yaşamışıq. Biz bugün çətin vəziyyətdən çıxmış milləti, şükür Allaha üzağ çıxmışıq, biz bununla qürur duyuruq və bu kimlərin səyi nəticəsində olub. Bilirsinizmi? Bilirəm, bilirsiniz. Baxın, çoxu unudub, burada gəlir yazır ki, artistsiz, nə qədər ağlamaq olar, nifrinli edirsiniz. Çoxu unudub bunu, ay insanlar, insan qanı olan, damarında Azərbaycanlı qanı olan bir insan bunu unudarmı heç? Necə unutsun, vətənin suyunu içən, çörəyin yiyən, halal çörək qazanıb gətirən, başqa yerdən gəliri olmayan bir insan bunu unuda bilərmi? Özünə necə sığışdırar bunu? Biz bu günləri şəhidlərimizin səyi nəticəsində Şəfanur burada rahat-rahat canlı açıb danışa bilir.